Dövlət proqramı çərçivəsində əhalinin içməli və suvarma su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi də bunun təsdiqidir. Layihənin həyata keçirilməsi üçün texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb və tikinti işlərinin aparılması üçün keçirilən tender müsabiqəsində Hovers Qrup Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlib. Kanal altında olan 400 hektar əkin və həyətyanı sahələri suvarma suyu ilə təmin edilir. Həmçinin qeyd etdim ki, 17,4 milyon kubmetr su tutumu olan Bənəniyar su anbarı Babək və Culfa rayonunun ərazisini əhatə edən 4200 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Mütəxəssislər qeyd edir ki, Əlincəçayda əsasən yaz və payız aylarında su çox olur. Həmin dövrdə sudan maksimum istifadə etmək lazım gəlir. Bu baxımdan uzunluğu 7,7 kilometr olan kanalın yenidən qurulması və su keçirmə qabiliyyətinin 3 kub metr saniyədən 5 kub metr saniyəyə çatdırılması su anbarının vaxtında və tezdə olmasına imkan verəcək. Layihənin icrası ilə su anbarına suyun vaxtında doldurulması təmin ediləcək. Kanalda su işçisinə yol verilməyəcək. Həmçinin ətraf ərazilərin kifayət qədər suvarma suyu ilə təmin olunması həyata keçiriləcək və kanala təmiz su daxil olduğu üçün istismarı da asanlaşacaq. Hazırda layihənin icrası çərçivəsində podratçı şirkət tərəfindən mobilizasiya işləri görülür. Eyni zamanda avtomobil və texnikaların hərəkəti üçün istismar yolu çəkilir. Yaxın günlərdə isə işlər tam sürətlə həyata keçiriləcək. Hafizə Əliyeva, Tərlan İbrahimova, Cavad Hüseynov, NTV Xəbər.